Bu videonu bir izləyicimizin istəyi əsasında qurmuşam. İzləyicimiz bizə tək və cüt səhifələrdə başqa-başqa kalan titulların yerləşdirilməsi haqqında məlumat verməyimizi istəyir. Yəni, səhifə başlıqları tək səhifədə ayrı olsun, cüt səhifədə ayrı olsun. Tutaq ki, kitabdır. Kitabda olur adətən müəllifin adı bir tərəfdə olur, bir səhifədə olur. Kitabın adı isə bir səhifədə. Insert-lərin tabına giririk. Header and footer əmrlərindən istifadə edirik. Yəni, səhifənin başlığında, yuxarısında istənilən bir nümunəni seçirik. Bax, birincisini seçdik. Burada kitabın adını, yəni şərti olaraq Microsoft Word yazırıq. Bağlayandan sonra görürük bütün səhifədə eyni qalan tutur yerləşdirilib. Ona görə də biz ayrı-ayrı səhifələrdə, tək və cüt səhifələrdə ayrı qalan tuturla yerləşdirmək istəyirik. Karantin üzərinə vurduqda, yəni səhifə başlığının üzərinə vurduqda, buradan biz məsafəni artırıb azalda bilirik. Bu yuxarı səhifənin kənarlarında olan məsafəni artırıb azaldırıq. Different page, yəni ilk səhifədə, birinci səhifə, tamam başqa səhifə başlığı və ya səhifə altlığı olsun. Burada isə tək və cüt səhifələr. Yəni, tək səhifələr ayrı olsun, cüt səhifədə ayrı qalan titul olsun. Yəni, səhifə başlığı olsun. Baxın, tutaq bir səhifənin yuxarısında yerləşdirmişik, baxırıq. Görürüz, bir səhifədə var səhifə başlığı, o bir səhifədə isə yoxdur. Yenidən giririk insertlərin tabına. Səhifə başlığını seçdik. Bu dəfə isə, tutaq ki, şərti olaraq bir Əhməd Əliyev müəllifdir. Bunu da sağ tərəfə yerləşdiririk. Bu halda bağlayırıq. Göründüyü kimi bir tərəfdə kitabın adı, o bir səhifədə isə müəllif adı öz əksini tapıb. İndi biz bu səhifəyə nömrə qoysaq, görək nə olacaq? Insertlərin tabına girir, page number seçirik. Səhifənin tutaq ki, altında, aşağı hissəsində səhifə nömrəsi olsun. Seçdik. İndi baxırıq. Biz tək və cüt səhifələri seçdiyimizə görə, ayrı qalan tutular olmasını seçdiyimizə görə səhifə nömrəsi görürsünüz. Cüt səhifələrə nömrə qoyulub, amma tək səhifələrdə nömrə yoxdur. Ona görə də biz tək səhifədə yenidən insertlərin tabına giririk, page nömrəni seçirik. Səhifənin aşağısında yenə seçdik. Bu halda baxın 2, 3. Yəni bütün səhifələrdə nömrə yerləşdirdik. Qalan tutular da öz yerində.